Gatorade-dir. İdmançıların daha çox içdiyi bir sudur. Yəqin ki, xarici YouTuberləri izləyirsinizsə, Amerikalı YouTuberləri falan çox görmüsünüz. Gatorade Azərbaycanda satılmır. Əslində Azərbaycanda satılmamağı bilmirəm niyə. Yəqin ki, bazara giriş eləmək biraz çətin olar ona görə. Çünki bu PepsiCo şirkətindir. Yəni Pepsi, Lay's, Doritos və digər tanınmış markalar Azərbaycanda var. Niyə Gatorade hələ də yoxdur bilmirəm. Mən bunu import məhsulu olaraq almışam Favorit marketdən. Düzdür, mən bunu universitet illərində çox içirdim, amma uzun müddətdir içmirəm. Gəlin baxaq görək. Bu nəlidir? Orange. Hə, portağallıdır. Bir də bunu qeyd edeyim ki, Avropa içkilərinin çoxunda belədir, qapaq təmiz açılmır, təbiəti qorumaq üçün. Düzdür, idman içkilərini belə içmirlər, amma mən stəkana süzdüm, baxaq. Bəli, dadı elə mənim xatırladığım kimidir. Çox da şirin deyil, Fantaya bənzəmir çox da. Yəni idmançıların daha çox içdiyi bir içkidir. Rus istehsalı və digər ölkələrin istehsalı buna bənzər idman içkiləri çox görmüşəm. Özəlliyi nədir bilmirsinizsə, sadəcə idman eləyərkən maye balansını gücləndirir. Belə bir məqsədi var deyirlər. Gatorade. Başqa hansı məhsulları bu səhifəmdə yoxlayım? Bu səhifəmdə biraz istəyirəm ki, fərqliliklər eləyim, amma məhsullar da yoxlayacağam. Harada vardan fərqli olaraq.